Yay mövsümünün başlaması ilə günəş eynəklərinə tələbat artır. Mütəxəssislər bildirirlər ki, günəş eynəyi yalnız aksesuar deyil, eyni zamanda gözləri zərərli ultrabənövşəyi şüalardan qoruyan vacib vasitədir. Ancaq keyfiyyətsiz və mənşəyi məlum olmayan ucuz eynəklər göz sağlamlığı üçün ciddi risklər yarada bilər. Bəs günəş eynəyi seçərkən əsas diqqət edilməli olan məqamlar hansılardır? Oftalmoloqlar bildirirlər ki, eynəyin görünüşündən daha çox onun qoruyucu xüsusiyyətləri önəmlidir. Gün eynəkləri seçimi zamanı diqqət edilməsi lazım olan məqamlar hər bir şəxsin üz sikletinə uyğun olaraq eynək seçilmək lazımdır. Çox dar və kiçik çərçivə götürüldükdə şüşələrin qoruyucu effekti zəifləyəcək. Yəni eynək seçən zaman mütləq nəinki gözün qara hissəsinin göz alması deyil, gözün ön səthində, yəni qapaqlarda, qaşlarda əhatə edən çərçivə götürmək lazımdır ki, ultrafiyoleti şüalar gözün dərisinə də təsir edir, gözün dərin toxumalarına da təsir edir. Məhz buna görə üz sikletinə uyğun olaraq boş olmaq şərtilə daha iri eynəklər götürmək tövsiyə olunur, yəni daha enli çərçivə götürmək tövsiyə olunur. Geniş ərazilərdə, geniş sahələrdə işləyən şəxslərə isə günəşdən qoruyan eynəklərin şüşələrinin günəşin əksinə uzaqlaşdıran, əks etdirən, yəni güzgü effekti verən gümüşü örtüklü eynəklər yaxud da daha tünd qara yaxud da tündgöyə yaxın eynək seçimini tövsiyə edirik. Beləliklə günəş eynəyi seçərkən onun görünüşü və qiyməti deyil, keyfiyyəti və qoruyucu xüsusiyyətləri əsas meyar olmalıdır. Unutmayaq ki, düzgün seçilmiş eynək təkcə rahatlıq deyil, həm də göz sağlamlığının qorunması deməkdir.